Bir var imiş, bir yox imiş, ucsuz bucaqsız meşənin dərinliyində balaca dovşan bir yaşardı. O, çox utancaq idi və daim hər şeydən qorxar və hürkərdi. Hətta külək əsəndə gizlənər, yarpaq tərpənəndə qaçardı. Bir axşam çağı meşəyə böyük bir fırtına gəldi. Bütün heyvanlar balalarını da götürüb öz yuvalarına qaçmağa başladı. Balaca kirpi isə uzaqda, ağacın altında qalmışdı və tərpənə bilmirdi. Balaca dovşan bunu görüb çox qorxdu. Amma dostunu orada tək buraxmaq istəmədi. Qorxusunu bir kənara qoyub, tez qaçdı və kirpini arxasına aldı. Güclü küləyə baxmadan onu yuvasına gətirdi. Gecə keçmiş səhər meşə yenidən sakitləşmişdi. Bütün heyvanlar balaca dovşana təşəkkür etdi. O gündən sonra balaca dovşan anladı ki, cəsarət qorxmamaq deyil, qorxduğun halda yaxşı bir şey etməyə davam etməkdir.